Bəzən həyat bizə cavabları pıçıldayır, amma biz onları eşitmək üçün bir anlıq dayanmalı oluruq. Bugünün enerjisi, qarşılayacağınız insanlar və taleyin sizə hazırladığı sürprizlər artıq yolunuza çıxmağa hazırdır. Ürəyinizi açın, hisslərinizə qulaq asın və görün bugün ulduzlar sizin üçün hansı sirləri gizlədir. Gəlin birlikdə günün burc yozumlarına nəzər salaq. Qoç burcu. Bugün adi günlərdən biri olmayacaq. İnsanlar sizdə farklı bir enerji hiss edəcəklər. Haraya getsəniz diqqət çəkməyiniz çox asan olacaq. Bəziləri sizə hayran qalacaq, bəziləri isə bu öz inamın səbəbini anlamağa çalışacaq. Maraqlısı odur ki, siz bunun üçün xüsusi bir şey etməyəcəksiniz. Sevgi mövzusunda ürəyiniz səsinə qulaq asın. Bugün hissləriniz ağlınızdan daha doğru istiqamət göstərə bilər. Sizi düşünən və ya gizlicə izləyən biri var. Həmin insan hələ bütün hisslərini açıq deməyə hazır deyil. Gün ərzində baş verəcək sadə bir söhbət gələcəkdə gözlənilməz hadisələrin başlanğıcı ola bilər. İş həyatında isə hər deyilən sözü şəxsi qəbul etməyin. Kimsə sizin planlarınıza və ya fikirlərinizə şübhə ilə yanaşa bilər. Əsəbləşmək əvəzinə vəziyyəti sakit qiymətləndirin. Bəzən ən faydalı dərslər məhz tənqidlərin içində gizlənir. Bugün tələsməyən, səbirli davranan insan daha çox qazanc əldə edəcək. Maddi məsələlərdə sevindirici xəbər ehtimali yüksəkdir. Ailə üzvlərindən və ya yaşca böyük bir qohumdan dəstək görə bilərsiniz. Bu dəstək maddi və ya mənəvi formada ola bilər. Sağlamlığınızı da unutmayın. Son günlərin yorğunluğu bədəninizdə iz buraxıb. Biraz istirahət etmək, gəzmək və ya sakit vaxt keçirmək sizə yaxşı təsir göstərəcək. Özünüzü hər kəs üçün yormayın. Bugün bir məqama xüsusi diqqət yetirin. Etibar etdiyiniz biri sizə hər şeyi deməyə bilər. Eşitdiyiniz məlumatları yoxlamaq faydalı olacaq. Axşam saatlarında isə sizi sevindirəcək bir xəbər almaq ehtimalınız yüksəkdir. Bu xəbər uzun müddətdir gözlədiyiniz bir arzunun gerçəkləşməsinə doğru atılan ilk addım ola bilər. Boğa burcu. Bugün səbrinizə yoxlayan hadisələr yaşana bilər. Bəzi insanlar sizi əsəbləşdirməyə çalışacaq və ya sözlərinizi düzgün başa düşməyəcəklər. Ancaq unutmayın ki, bugün sakit qalan insan daha çox qazanacaq. İnadkarlıq həmişə güc deyil, bəzən geri addım atmaq daha ağıllı qərardır. İş və pul mövzularında maraqlı fürsətlər görünür. Sizin adi hesab etdiyiniz bir iş kiminsə diqqətini çəkə bilər. Əziyyətinizin qarşılığını almağa bir addım daha yaxınsınız. Buna görə də gün ərzində məsuliyyətli və diqqətli olmağa çalışın. Sevgi həyatında hisslərinizi gizlətməyən vaxtı deyil. Ürəyinizdə qalan sözləri demək münasibətlərə yeni nəfəs gətirə bilər. Əgər münasibətiniz varsa, səmimi söhbət aranızdakı məsafəni azaldacaq. Tək olan boğalar üçün isə gözlənilməz tanışlıq ehtimalı var. Ailə içində rahatlıq və anlaşma bugün sizin üçün çox önəmlidir. Kiçik mübahisələri böyütməyin. Bəzən ilk addım atan insan uduzmur, əksinə münasibətləri qoruyur. Sağlamlıq məsələsində diqqətli olun. Açıq havada satılan və ya keyfiyyətinə əmin olmadığınız qidalardan uzaq durun. Bədəniniz bugün daha həssas ola bilər. Bol su için və yorğunluq siqnallarını görməzdən gəlməyin. Axşam saatlarında isə sakitlik istəyəcəksiniz. Səs-küylü məclisdən çox sevdiyiniz insanla keçirdiyiniz vaxt sizə daha çox xoşbəxtlik gətirəcək. Günün sonunda anlayacaqsınız ki, əsl rahatlıq insanın özünü güvəndə hiss etdiyi yerdədir. Əkizlər burcu. Bugün tələsmək yox, doğru anı gözləmək daha çox fayda verəcək. Gün adi başlasa da, sonradan baş verən kiçik hadisələr planlarınıza və əhvalınıza ciddi təsir göstərə bilər. Uğur bugün səs-küylü addımlarda deyil, sakit və düşünülmüş qərarlardadır. Ətrafınızdakı insanlar sizinlə ünsiyyət qurmaq istəyəcəklər. Dediyiniz bir söz kiminsə həyatında vacib məsləhətə çevrilə bilər. Buna görə də danışarkən diqqətli olun. Bugün təsiriniz düşündüyünüzdən daha böyükdür. Maddi mövzularda maraqlı imkanlar görünür. Dost və ya tanış vasitəsilə faydalı təklif ala bilərsiniz. Əvvəl ciddi hesab etmədiyiniz bir fürsət indi daha dəyərli görünəcək. Risk etmədən də qazanc əldə etmək mümkündür.
Sevgi həyatında səmimiyyət əsas rol oynayır. Əgər arada soyuqluq yaranıbsa, onu aradan qaldırmaq üçün uyğun gündür. Tək olan əkizlər isə gözlənilməz bir tanışlıqla qarşılaşa bilərlər. İlk baxışda adi görünən biri sonradan xüsusi əhəmiyyət qazana bilər. Evdə kiçik dəyişikliklər və ya xoş yeniliklər əhvalınızı yüksəldəcək. Bəzən insanın özünü yaxşı hiss etməsi üçün böyük hadisələrə ehtiyac olmur. Bugün özünüzü çox yormayın. Son vaxtlar topladığınız yorğunluq artıq hiss olunmağa başlayır. Axşam saatlarında isə sizi xoş söhbət və ya ürəyinizi sevindirəcək diqqət gözləyir. Günün sonunda anlayacaqsınız ki, bəzi uğurlar güclə deyil, səbir və düzgün vaxtlarda əldə olunur. Xərçəng burcu. Bugün gözləmədiyiniz bir insan sizə fayda verə bilər. Son günlər içinizdə saxladığınız narahatlıqlar yavaş-yavaş azalacaq. Maraqlısı budur ki, vəziyyətin yaxşılaşmasına təkcə siz deyil, ətrafınızdakı insanlar da səbəb olacaq. Maddi məsələlərdə şanslı görünürsünüz. Dost və ya tanış vasitəsilə gələn bir fürsət maliyyə baxımından rahatlıq gətirə bilər. Uzun müddətdir düşündüyünüz bir problem həll yolunu tapmağa başlayacaq. Kiçik görünən təklifləri dəyərləndirməyi unutmayın. Sevgi həyatında xoş sürprizlər var. Münasibətdə olan xərcənglər sevdikləri insanın xüsusi diqqəti ilə qarşılaşa bilərlər. Kiçik bir jest belə gününüzü gözəlləşdirəcək. Tək olanlar isə kiminsə onlara maraq göstərdiyini hiss edə bilərlər. İş həyatında əziyyətiniz bəhrəsi görünməyə başlayır. Daha əvvəl diqqətdən kənarda qalan zəhmətiniz bugün qiymətləndirə bilər. Sakit və öz inamlı qalmaq sizə əlavə üstünlük qazandıracaq. Evdə kiçik dəyişikliklər etmək istəyi yarana bilər. Yeni bir düzen və ya balaca yenilik ruhunuzu canlandıracaq. Bəzən insanın özünü yaxşı hiss etməsi üçün çox böyük dəyişikliklərə ehtiyac olmur. Axşam saatlarında planlaşdırdığınız bir şey gözlədiyiniz qədər maraqlı olmaya bilər. Amma buna görə keyfinizi pozmayın. Çünki günün əsas qazancı sakitlik, rahatlıq və sevdiyiniz insanların yaxınlığını hiss etmək olacaq. Bugün anlayacaqsınız ki, xoşbəxtlik bəzən ən sadə anların içində gizlənir. Şir burcu. Bugün kiməsə özünüzü sübut etməyə ehtiyac qalmayacaq. İnsanlar artıq sizin kim olduğunuzu və nəyə qadir olduğunuzu görürlər. Bugün diqqət mərkəzində ola bilərsiniz. Amma səbəb görünüşünüz deyil, gördüyünüz işlər olacaq. Maddi məsələlərdə maraqlı fürsətlər görünür. Xüsusilə dost çevrəsindən gələn bir xəbər və ya təklif gətirə bilər. Bugün eşitdiyiniz fikirlərə diqqətlə yanaşın. Kiçik görünən məlumat sonradan böyük qazanca çevrilə bilər. İş həyatında zəhmətiniz diqqətdən yayınmayacaq. Sizin göstərdiyiniz səy və məsuliyyət başqalarının gözündən qaçmır. Bugün biri sizin haqqınızda fikrinə müsbət istiqamətdə dəyişə bilər. Sevgi həyatında xoş anlar var. Münasibətdə olan şirlər sevdikləri insanın diqqət və qayğısını daha çox hiss edəcəklər. Kiçik bir jest belə ürəyinizi isidəcək. Tək olanlar isə onlara maraq göstərən bir insandan fərq edə bilərlər. Evdə dəyişiklik etmək arzusu yarana bilər. Yeni bir detal və ya sadə bir yenilik belə əhvalınızı yüksəldəcək. Özünüzü rahat hiss etdiyiniz məkan bugün sizin üçün xüsusi əhəmiyyət daşıyacaq. Günün bir hissəsində planlaşdırdığınız əyləncə gözlədiyiniz qədər maraqlı olmaya bilər. Amma bunu itki kimi qəbul etməyin. Bəzən nəyi sevmədiyinizi öyrənmək də faydalı təcrübədir. Axşam isə özünüzü daha xoşbəxt hiss edəcəksiniz. Bugün anlayacaqsınız ki, sizin ən böyük gücünüz insanların diqqətini çəkməkdə deyil, onların qəlbində iz buraxmaqdadır. Qız burcu. Bugün həyat sizə hər şeyi tək həll etməli olduğunuzu göstərəcək. Son vaxtlar çox məsuliyyəti öz üzərinizə götürmüsünüz. Amma bugün doğru insanın doğru zamanda verdiyi dəstəyin nə qədər dəyərli olduğunu anlayacaqsınız. Maddi məsələlərdə maraqlı bir xəbər və ya məsləhət ala bilərsiniz. Təsadüfi görünən bir söhbət gələcək qazancınız üçün vacib ola bilər. Buna görə də bugün insanları diqqətlə dinləyin. Eşitdiyiniz bir fikir sonradan böyük fayda gətirə bilər. İş həyatında və yaradıcılıq sahəsində uğur görünür. Zəhmətiniz və bacarığınız diqqət çəkəcək. Uzun müddətdir gözlədiyiniz qiymətləndirmə və ya tərif almaq ehtimalınız yüksəkdir.
Özünüzə inamınızı qorusanız daha böyük uğurlara yaxınlaşacaqsınız. Sevgi həyatında sakit, amma çox səmimi anlar yaşana bilər. Böyük sözlərdən çox kiçik diqqət və qayğı sizi xoşbəxt edəcək. Bugün münasibətlərdə etibar və yaxınlıq hissi daha da güclənir. Tələbə olan qızlar üçün vacib xəbərdarlıq var. Dostlarla əylənmək cazibədar görünsə də, vaxtınızı düzgün bölmək lazımdır. Bugün atılan addımlar gələcək uğurlarınızın təməlini qoya bilər. Axşam saatlarında özünüzü daha rahat hiss edəcəksiniz. Son günlərin gərginliyi azalacaq və daxilınızda bir yüngüllük yaranacaq. Günün sonunda anlayacaqsınız ki, əsl güc başqalarını idarə etməkdə deyil, özünüzü idarə edə bilməkdədir. Terazi burcu. Bugün insanlarla münasibətlərdə xüsusi üstünlüyünüz olacaq. Ətrafınızdakı insanlar sizinlə danışmaq, fikrinizi eşitmək və hətta dərdlərini bölüşmək istəyəcəklər. Sizdən yayılan müsbət enerji diqqətdən qaçmayacaq. Maddi məsələlərdə bir qədər ehtiyatlı olmaq lazımdır. Gözlənilməz xərc və ya pul ilə bağlı narahatlıq yarana bilər. Amma təcrübəli və etibar etdiyiniz bir insanın məsləhəti düzgün qərar verməyinizə kömək edəcək. Bugün eşitdiyiniz bir fikir gələcəkdə böyük fayda gətirə bilər. İş həyatında zəhmətiniz qiymətləndiriləcək. Uzun müddətdir göstərdiyiniz səy nəhayət diqqət çəkə bilər. Kimsə sizin haqqınızda xoş sözlər deyəcək və ya əməyinizi yüksək qiymətləndirəcək. Tələsməyin. Bütün planlarınızı eyni anda həyata keçirmək lazım deyil. Sevgi həyatında xoş anlar yaşanacaq. Sevdiyiniz insandan gələn bir mesaj və ya diqqət gününüzü gözəlləşdirə bilər. Münasibətdə olan tərazilər özlərini daha dəyərli hiss edəcəklər. Tək olanlar isə onlara maraq göstərən bir insanı farq edə bilərlər. Bugünün ən böyük təhlükəsi tənbəllikdir. Səhərdən heç nə etmək istəməyə bilərsiniz, amma vaxt sürətlə keçəcək və axşam bəzi fürsətləri qaçırdığınızı hiss edə bilərsiniz. Buna görə günü boş keçirməməyə çalışın. Axşam saatlarında isə ürəyinizi sevindirəcək hisslər yaşayacaqsınız. Bugün anlayacaqsınız ki, xoşbəxtlik böyük hadisələrdə deyil, sizi həqiqətən qiymətləndirən insanların yanında gizlənir. Əqrəb burcu. Bugün daxilınızda iki his mübarizə aparacaq. Bir tərəfiniz hər şeyi nəzarətdə saxlamaq istəyəcək. Digər tərəfiniz isə rahat buraxıb həyatın axınına güvənmək istəyəcək. Doğru seçim gününüzün necə keçəcəyini müəyyən edəcək. Maddi məsələlərdə maraqlı fürsətlər görünür. Gözləmədiyiniz bir təklif və ya yeni gəlir mənbəyi ortaya çıxa bilər. İnsanlarla qurduğunuz əlaqələr bugün xüsusi əhəmiyyət daşıyır. Təsadüfi görünən bir tanışlıq gələcək uğurlarınızın açarı ola bilər. İş həyatında bəzi anlaşılmazlıqlar mümkündür. Hər kəs sizin düşündüyünüz kimi davranmayacaq, amma bu günün əsas qaydası emosiyalarla deyil, ağıllı hərəkət etməkdir. Sakit qalsanız vəziyyətdən qalıb çıxacaqsınız. Sevgi həyatında səmimiyyət ön plana çıxır. Açıq və dürüst söhbətlər münasibətlərə yeni nəfəs gətirə bilər. Münasibətdə olan əqrəblər sevdikləri insanla daha yaxın hiss edəcəklər. Tək olanlar isə uzun müddətdir axtardıqları diqqəti görə bilərlər. Ailə və ev mühitində rahatlıq hiss olunacaq. Yaxınlarınızla keçirdiyiniz vaxt sizə mənəvi güc verəcək. Sadə bir söhbət belə uzun müddət yadda qala bilər. Sağlamlığınızı da unutmayın. Bədəniniz son günlərin yorğunluğu və gərginliyi barədə siqnallar göndərir. Biraz istirahət etmək sizə çox yaxşı təsir göstərəcək. Axşam saatlarında anlayacaqsınız ki, əsl güc başqalarını idarə etməkdə deyil, öz hisslərinizi idarə edə bilməkdədir. Ox atan burcu. Bugün sizi adi günlərdən fərqlənən hadisələr gözləyir. Uğur, güc və tələskinlikdə deyil, düzgün qərarlar və müsbət əhval ilə gələcək. Enerjiniz yüksəkdir və ətrafınızdakı insanlar bunu hiss edəcəklər. Maddi məsələlərdə şanslı görünürsünüz. Gözlənilməz qazanc və ya yeni fürsət yarana bilər. Maraqlısı budur ki, bu uğura öz zəhmətinizlə nail olacaqsınız. İş yerində fikirləriniz və təşəbbüsləriniz diqqət çəkəcək. Bəzi insanlar sizin potensialınızı daha yaxşı görməyə başlayacaqlar. Bugün hər işi eyni dərəcədə vacib hesab etməyin.
ən böyük nəticə verəcək məsələlərə üstünlük verin. Belə etsəniz, qazancınız və uğurunuz daha da artacaq. Sevgi həyatında səmimiyyət ön plandadır. Açıq söhbətlər, ürəkdən gələn sözlər münasibətləri gücləndirəcək. Münasibətdə olan oxatanlar özlərini daha yaxın və rahat hiss edəcəklər. Tək olanlar isə maraqlı bir insanla tanış ola bilərlər. Ailə mövzularında ehtiyatlı olmaq lazımdır. Kənar insanların qarışması və ya lazımsız məsləhətlər narahatlıq yarada bilər. Hər deyilən sözə reaksiya vermək məcburiyyətində deyilsiniz. Günün sonuna doğru işlərinizi erkən bitirmək şansınız ola bilər. Bu vaxtı ailəniz və ya yaxınlarınızla keçirmək sizə yaxşı təsir göstərəcək. Gəzinti və ya sadə bir söhbət belə enerjinizi yeniləyəcək. Bugün anlayacaqsınız ki, əsl zənginlik yalnız pulda deyil, sizi anlayan və dəstəkləyən insanların varlığındadır. Oğlaq burcu. Bugün özünüzə olan inamınız və müsbət düşüncələriniz diqqət çəkəcək. Son vaxtlar qurduğunuz ümidlər yavaş-yavaş reallığa çevrilməyə başlayır. Hələ tam nəticəni görməsəniz də qarşınıza çıxan işarələr sizi ruhlandıracaq. İnsanlarla ünsiyyətiniz artacaq. Böyük bir qrupda olmaq, yeni tanışlıqlar qurmaq və maraqlı söhbətlər etmək mümkündür. Ancaq bir məqama diqqət edin. Əyləncə və sosial mühit səbəbindən xərcləriniz arta bilər. Pulunuzu düşünərək xərcləmək daha doğru olacaq. İş həyatında xoş xəbərlər görünür. Sizin zəhmətiniz və ideyalarınız diqqət çəkəcək. Kimsə sizi tərifləyə və ya gördüyünüz işləri yüksək qiymətləndirə bilər. Yeni planlarınız ətrafınızdakı insanlarda maraq yaradacaq və dəstək qazanacaqsınız. Sevgi həyatında romantik anlar yaşana bilər. Münasibətdə olan oğlaqlar sevdikləri insanın xüsusi diqqətini hiss edəcəklər. Tək olanlar isə onlara maraq göstərən bir insanın varlığını hiss edəcəklər. Bugün yaxınlarınızla mübahisə yarada biləcək mövzulardan uzaq durmağa çalışın. Bəzi sözlər lazımsız gərginliyə səbəb ola bilər. Sakit qalmaq daha faydalı olacaq. Axşam saatlarında uzaqdan gələn bir xəbər və ya mesaj sizi sevindirə bilər. Uzun müddətdir gözlədiyiniz bir cavab nəhayət gələ bilər. Günün sonunda anlayacaqsınız ki, ən gözəl sürprizlər insanın heç gözləmədiyi anda gəlir. Dolça burcu. Bugün sizi ürəyinizi isidən hadisələr gözləyir. Böyük dəyişikliklərdən çox kiçik, amma dəyərli anlar günün əsas mövzusu olacaq. Son vaxtlar çox düşündünüz və plan qurdunuz. İndi isə həyat sizə biraz dayanıb ətrafınıza başqa gözlə baxmaq imkanı verir. Sevgi həyatında gözəl enerjilər var. Kimsə sizə xüsusi diqqət göstərə və ya uzun müddətdir gözlədiyiniz marağı hiss etdirə bilər. Münasibətdə olan dolçalar sevdikləri insanla daha yaxın hiss edəcəklər. Tək olanlar isə maraqlı bir tanışlıqla qarşılaşa bilərlər. İş həyatında bəzi insanlar sizin fikirlərinizə qarşı çıxa bilər. Amma bugün əsas məsələ mübahisə etmək deyil, nəticə göstərməkdir. Qarşınıza çıxan çətinliklər əslində güclü tərəflərinizi ortaya çıxarmağa kömək edəcək. Maddi mövzularda ehtiyatlı olun. Xüsusilə əmlak, torpaq və ya böyük xərclərlə bağlı qərarlara tələsik verməyin. Bugün cazibədar görünən təklif sonradan peşmanlıq yarada bilər. Ailə içində isə xoş anlar yaşanacaq. Yaxınlarınız haqqında bilmədiyiniz gözəl bir həqiqəti öyrənə bilərsiniz. Bu münasibətləri daha da möhkəmləndirəcək. Görünüşünüzdə kiçik dəyişiklik etmək istəyi yarana bilər. Bu dəyişiklik öz inamınızı artıracaq və diqqət çəkməyinizə kömək edəcək. Axşam saatlarında anlayacaqsınız ki, xoşbəxtlik həmişə böyük uğurlarda deyil. Bəzən insanın qəlbini isidən sadə bir an bütün günü gözəlləşdirməyə kifayət edir. Balıq burcu. Bugün sizi narahat edən bir məsələnin düşündüyünüzdən daha kiçik olduğunu anlayacaqsınız. Son günlər tərəddüd və qayğı içində olmusunuz. Amma indi vəziyyətə başqa gözlə baxmaq vaxtıdır. Problemlərdən qaçmaq onu boyudur. Üzərinə getmək isə gücünü azaldır. Maddi mövzularda müsbət imkanlar görünür. Bugün verilən düzgün qərar gələcəkdə qazancınızı artıra bilər. İntuisiyanız güclüdür, amma hisslərlə deyil, mantıqla hərəkət etmək daha faydalı olacaq. Ailə həyatında sevindirici xəbərlər var.
Uzaqdan gələn bir mesaj və ya xəbər bütün ailənin əhvalını yüksəldə bilər. Yaxınlarınızla keçirdiyiniz vaxt sizə rahatlıq və güc verəcək. Sevgi həyatında sözlərinizə diqqət edin. Bugün dedikləriniz adi günlərdən daha çox təsir göstərə bilər. Münasibətdə olan balıqlar anlayışlı və mehriban davransalar, münasibətləri daha da möhkəmlənəcək. Tək olanlar isə səmimi söhbətlə kiminsə diqqətini çəkə bilərlər. İş həyatında böyük dəyişikliklərdən çox yarımçıq qalan işləri tamamlamaq ön plandadır. Keçkən məsələləri həll etmək sizə daxili rahatlıq gətirəcək. İnsanlar bugün davranışlarınızı və münasibətinizi diqqətlə izləyirlər. Axşam saatlarında isə özünüzə vaxt ayırın. Bədəniniz və zehniniz istirahətə ehtiyac duyur. Biraz daha çox yatmaq və dincəlmək sabahki enerjinizi artıracaq. Bugün anlayacaqsınız ki, asıl güc səs-küydə deyil, daxili sakitliyi qoruyub saxlaya bilməkdədir. Əziz izləyicilər, gün sona çatərkən unutmayın, hər gün yeni bir hekayənin başlanğıcıdır. Bazen bir söz, bir baxış və ya kiçik bir təsadüf təliyin istiqamətini dəyişə bilər. Bugün eşitdiklərinizi ürəyinizdə daşıyın, yaxşı enerjini özünüzlə aparın və sabaha ümidlə baxın. Ulduzlar yolunuzu işıqlandırsın, qəlbiniz isə hər zaman sizə doğru istiqaməti göstərsin. Sabah yenidən görüşmək ümidi ilə.